tarixində OTK-nın 8-ci siniflər üçün təşkil etdiyi sınaq imtahanının suallarının izahlarına baxırıq. 31-ci sualda deyir ki, ədədinin neçə sadə vurğu var? Sadə vurğularını tapmaq üçün əvvəlcə ədədi hesablamaq lazımdır. 2 üstü 8, deməli 2 2-nin 4, 8, 16, 32, 64, 128, 256. 256-dan bir çıxanda qalır 255. Yəni 255 ədədini sadə vurğulara ayıraq. Deməli 3'ə bölünür, 8 üçün 24, 5. 5'ə bölünür, 17, 17-də 17'yə bölünür, 1 dəfə. Deməli, sadə vurğuların sayı olacaq 3. Ədədlərdən ən kiçiyini tapın. Biz bilirik ki, vergüldən sonra sonuncu rəqəmlər, vergüldən sonra ən sonuncu rəqəmdən sonra sonsuz sayda 0 gəlir. Bax, burada hər birində sonsuz sayda 0 gəlir. Onda biz ədədlərdən ən kiçiyini tapmaq üçün nə edə bilərik? Birində deyək ki, məsələn, C bəndində sonuncu rəqəm 6-dır. 1, 2, 3, 4, 5, 6, 7-ci rəqəmimiz 6-dırsa, amma məsələn, B variantında 3-cü rəqəmimiz 2-dir və ondan sonra hamısı 0 gələcək sonraki rəqəmlər. Deməli, ən kiçik variantımız olacaq B variantı. 33-cü sualda. Bucaq AOB açıq bucaq, OC şurası BOD-nin bucağının tən böləni, AOD 70 dərəcə, AOC-ni tap, AOC-ni. Bura alfa olacaq, bu da alfa olacaq. Deməli, 2 alfa plus 70 bərabərdir 180. Burada da 2 alfa bərabərdir 110 dərəcə olacaq. Alfa bərabərdir 55 dərəcə alınacaq. Bizdən AOC-ni istəyirsə, deməli 70 plus 55, bu da olacaq 125 dərəcə. Yəni B variantı. 34-cü sualda A və B paralel düz xətləri C düz xətti ilə, deməli A və B düz xətləri, A və B paralel düz xətləri, A, B. Deməli C düz xətləri M ön nöqtəsində, D düz xətti isə PK nöqtəsində kəsir. C və D, deməli C və D düz xətləri paralel olub. Aha, bunlar da bir-birinə paralel olan C və D düz xətlərindən. Bax, bu C'dir, bu da D'dir deyək ki. Aha. AB düz xəttin C nöqtəsi hansı nöqtədə kəsirdi? M, N nöqtəsində kəsirdi. D düz xətti isə P və K nöqtələrində kəsirdi. M-N bərabərdir, M-N bərabərdir 8 olarsa, bizdən PK-nı istəyir. PK da təbii ki 8 olacaq, çünki paralel olduğuna görə. 35-ci sualda deyir ki, çoxluqlar verilib və deyir ki, A çıxsın B çoxluğunu tap. A çıx B nə idi? A-da olan B-yə aid olan çoxluqları, elementləri çıxırıq. Yəni 3-ü çıxırıq, 4 yox, 5-i çıxırıq, 7 yox, 9 yox, 11 yox. Neçə element qaldı? Deməli, 4 dənə element qaldı. 36-cı sualda ədədini düzgün olmayan və ixtisar olunmayan kəsr şəklində yazıb surətini tapın. Biz bunu əvvəlcə məxrəcin adi kəsr şəklində gətirək. A bərabərdir. Deməli, 1 tam 9-da 2 üstəgəl 3 tam 90-da 45. 90-da 45-i, daha doğrusu 99-da 45 kimi yazırıq. İxtisarlarımızı apara bilərik. Burada 3-ə ixtisar gedəcək. 33 qalacaq. 3-ə ixtisar gedəcək. 15 qalacaq. Yəni, yox, burada heç ixtisar eləməyə ehtiyac yox. Çünki burada məxrəclər bərabərləşməlidir onsuz da. Deməli, 1 tam 99-da 11-ə vururuq 22. Üstəgəl 3 tam 99-da 45 bərabərdir 4 tam 99-da 7. Yox, 6. 67. 3 tam 99-da 67. Bu da ixtisar getmir. Düzgün olmayan kəsr şəklinə gətirmək üçün məxrəci 99 kimi yazırıq. 4'ü vururuq 99'a. 4 9'un 36. 4 9'un 36. 39. Üstünə gəlirik 67'ni. Bu da eləyəcək. 7'nin üstünə 6. 13. 15. 16. 4. Yəni 463. Bizdən də surəti istəyirdi. Cavab olacaq 463.
37-ci sualda AOB açıq bucaq, beta çıxılsın alfa bərabər 80 olarsa, beta bölünsün neçə? 26 üstəgəl alfa bölünsün 5. Biz bilirik ki, beta çıxılsın alfa bərabərdir 80, beta plus alfa bərabərdir 180. Qonşu bucaqlar olduğuna görə. Tərəf-tərəfə toplasaq, 2 beta bərabərdir 260, beta olacaq 130. Onda alfamız neçə olacaq? 50 dərəcə. Biz nə istəyirik? Deməli, bizdən nə istəyir? Beta bölünsün 26. Yəni, 130 böl 26 üstünə gələk. Alfada 50 bölünsün 5. 130 26-ya böləndə 5 dəfə düşür. 5 plus 10 cavab olacaq 15. 38-də ədəd oxunda alfa ədədinin 8 vahid məsafədə yerləşən ədədlər arasında məsafəni tapın. Deməli, alfa verilib. Alfadan 8 vahid sağda, deməli, alfa plus 8 olacaq. Solda isə alfa minus 8 olacaq. Bunların arasındakı məsafə onda olacaq alfa. Arasındakı məsafəni tapmaq üçün, deməli, alfa plus 8-dən, alfa plus 8-dən çıxırıq. Alfa minus 8'i. Alfalar gedir. Cavab olacaq 16. Yəni D variantı. Alfa dərəcəli bucağa qonşu olan bucaq 140 olarsa, qonşu bucağı 140 ise deməli alfa olacaq 40 dərəcə. Çünki cəmi 180 olmalıdır. Deməli, bucağa qonşu olan bucağı tapın. Əvvəlcə bucağın özünü tapaq. 3 vurulsun 40, üstə gəl 10. 130 eləyəcək. 180-dən çıxarıq 130'u. Bu da 50 olacaq. Yəni A variantı. Ədədlərini müqayisə edin. Deməli, 3 tam %45. İkincisi 3 tam 4. Belə alınarda A bərabərdir 3 tam 45 0 0. B bərabərdir 3 tam dövrdən əvvəl 4, dövrdə 5, deməli 5, belə gedəcək. C-miz isə deməli 3 tam 45, belə gedəcək. Deməli, ən böyümüz hansı oldu? B oldu. B-dən kiçik C oldu. Ən kiçiyimiz də A. Deməli, B böyükdür C-dən, o da böyükdür A-dan, yəni A variantı olacaq. 41-ci sualda A və B müsbət ədədləri üçün A ədədi A plus B ədədinin cəminin neçə faizini təşkil edir? Bax, A-nın yerinə 3x yazaram, B-nin yerinə 2x yazaram. A ədədi neçə idi? 3x. A plus B cəminin A plus B də olacaq 3x plus 2x vurulsun 100 olacaq. 3x bölünsün 5x vurulsun 100. X'lar gedir 20 60% olacaq. 42-ci sualda hədlərin natural ədədlər olan tənasübün orta ədədləri 4 5. Hədlərin cəminin ən böyük qiymətini tapın. Bax, deməli hədlərin natural ədədlər olan tənasübün orta hədləri 4 5. Deyək ki, A bölünsün 4 bərabərdir 5 bölünsün B. Onda belə çıxır ki, A vurulsun B neçəyə bərabərdir? 20'ye bərabərdir. Kənar hədlərin cəminin 20 hansı ədədlərin hasılı ola bilər? 20. 1 və 20'nin hasılı ola bilər 20. 2 və 10'un hasılı ola bilər 20. 4 və 5'in hasılı ola bilər 20. Sonra da gəlir yenə 10 və 2'nin, 10 və 2, 5 və 4, 1 və 20 yerlər dəyişəcək sadəcə. Cəminin ən böyük qiyməti hansındadır? Bunların cəmi 1 ilə 20'nin cəmi 21 eləyir. 2 ilə 10'un cəmi 12 eləyir. 4 və 5'in cəmi 9 eləyir. Ən böyük qiymət hansıdır? 21. A və B əksərlərin ədəd oxu üzərində təsviri hansı halda doğru göstərmişdir? Əksərlər isə demək 0 nöqtəsindən eyni məsafədə yerləşməlidir. Cavab uyğun gəlir hansı varianta? D variantına. M
əbob 120 n deməli m ədədi n-in hansı hissəsini təşkil edir? Şifahi şəkildə tapsaq əgər 120 və 180-in əbobu neçədir? 60. Deməli m-imiz 60-dır. 120 və 180-in əkobu 360-dır. Deməli 360-dır. Bizdən m ədədi n-in neçə hansı hissəsidir? Yəni 60 böl 360 olacaq. Bu da 6'da 1 hissəsi olacaq. Demək beta çıx alfa. Biz bilirik ki 2 alfa çıxılsın 40 bucağı paralel olduğuna görə, deməli bu D1 D2'ye paralel olduğuna görə bərabər olmalıdır alfaya. Buradan alfa bərabərdir 40 alınır. Alfa 40'dırsa onda biz 2 alfa minus 40'ı da tapsaq o da 40 dərəcə olacaq. Bura 40 dərəcə isə bunun qarşı bucağı dediyimiz yəni cəmi 360 dərəcə olmalıdır. 360'dan çıxarıq 40'ı 320 dərəcə olacaq. Yoxsa yox. Deməli 2 alfa çıxılsın 40 bərabərdir alfa. Alfa bərabərdir 40 dərəcə. Alfa 40 dərəcə olduğuna görə. Bizdən deməli biz tapdığımız nə idi? Beta bucağı idi. Alfa bucağında 40 dərəcə, alfanı 40 dərəcə tapmışıq, betanı 320 dərəcə. Bizdən beta çıx alfanı istəyir. Yəni 320 çıxılsın 40'ı istəyir. Bu da olacaq 280 dərəcə. Cavab B variantı. Çəndə olan 80 litr su işlədildikdən sonra 60 litr qalır. Su neçə faiz işlədilmişdir? Deməli, əvvəlcə 80-dən çıxaq 60'a. Qalır 20. 20 litr işlədilib. Bu 20 litr çənin neçə faizidir? Bunu tapmaq üçün bölürük. Deməli 20'ye gedəcək 1 dəfə, 4 dəfə, bu da 25. Deməli bərabərdir 25 faizi işlənib. 47-ci sualda 60 ədədinin ABC nisbətində bölünməsindən alınan ədədlərin ədəd ortası m, 120 ədədinin ABCD nisbətində bölünməsindən alınan ədədlərin ədəd ortası n olarsa, m üstəgəl m cəmini tapın. Burada ədədi ortası m-dirsə, yəni ax plus bx plus cx bərabərdir nisbətində bölünməsindən söhbət gedir. Bərabər olacaq deməli 3m-ə. Hardan bilir? Çünki ədədi ortası 3'dür. M-dir daha doğrusu. 3 ədədin ədədi ortası m-dirsə, deməli cəmi olacaq 3m. 120 ədədinin ABCD nisbətində ümumiyyətlə, deməli bu ədədlər ax, bx, cx nəyə bərabərdir bunların cəmi? Hansı nisbətdə bölünməyin nasıl olmayaraq? Cəmi 60'a bərabərdir. Yəni 3m bərabər olacaq 60'a. Buradan da m çıxır 20. İkincisində də məsələn ay plus by plus cy plus dy o nisbətlərdən söhbət gedir də. Alınan ədəd ortası n-dirsə, deməli bərabər olacaq 4n-ə. Cəmi 4n-ə bərabər olacaq və bu da neçədir? 120. N-imiz olacaq 30. Bizdən m üstəgəlini istəyir. 20 üstəgəl 30. Cavab olacaq 50. 48-ci sualda deyir ki, AB parçasında AC bölünsün, AC bölünsün, CB 3, 5, CD BD-yə bərabər, CD BD-yə bərabər. Yəni bu x-dırsa, bu da x-dir demək istəyir. Daha sonra BD parçasının orta nöqtəsinə qədər məsafə, BD parçasının biz ümumiyyətlə burada nə edə bilərik? Digər şərtimizdə var axı. Deməli AC bölünsün CB 3 böl 5'dir. Yəni bura 3x desək, bura 2/5x, burada 2/5x olacaq. Bizdən indi BD parçasının orta nöqtəsindən, AC parçasının orta nöqtəsindən, AC'nin orta nöqtəsindən BD'nin ortasına qədər, BD'nin orta nöqtəsinə qədər məsafə. Deməli bax buradan bura qədər məsafəni istəyir bizdən. Daha doğrusu verib 21 AD-ni istəyir. AD də deməli 3x üstəgəl 2/5x-dir. Yəni 5/5x-dir. İndi baxaq. Deməli
Bu məsafə 21-ə bərabərdir. Yəni 1/5 x üstəgəl 2/5-də yarıya böləndə 1/25 x bərabərdir 21-ə. Burada olacaq 2/75 x bərabərdir 21-ə. Biz burada deməli 1/5 x sonra bax bu 2/5 x-i də əlavə eləməliydik axı. 2/5 x üstəgəl 1/5 x və bərabərdir 21-ə. Bu da alınır, bu da alınır. Deməli 4, 5/25 x bərabərdir 21-ə. X buradan çıxır 4. X 4 çıxdığına görə bizdən hansı parçanı istəyirdi? A, D-ni istəyir. Bu da olacaq bərabərdir. 5/5 vurulsun 4. 5/A, D. Demək 5/5 vurulsun 4. Bu da elə yenə eləyəcək 21. 49-cu sualda ifadənin qiymətini tapın. İfadənin qiyməti hər ikisinin 2 vergül sağa sürüşdürürsək olacaq 80 bölünsün 5. Çıxılsın 20 bölünsün 5. Deməli 16 çıxılsın 4. Bu da eləyəcək 12. 6-ya qalxısız bölünürsə A-nın böyük qiymətini tapın. A-nın böyük qiyməti biz bilirik ki 6-ya bölünməməti həm 2 həm 3-ə bölünən ədədlər 6-ya bölünür. Onda belə çıxır ki 7, 9, 9. A-nın yerinə yazıla biləcəyi ədədlər hansılardır? 2, 4, 6, 8, 8. 0 da var əslində. Deməli 2-yə bölünməsi üçün bunlar lazımdır. Rəqəmləri cəmidə 3-ə bölünməsi üçün rəqəmləri cəmidə 3-ə bölünməlidir. Deməli 7, 9. 9-un üstə 8 gələndə 17 eləyir, bölünmür 3-ə. 9-un üstə 6 gələndə 15 eləyir. Deməli A-nın ən böyük qiyməti ilə olacaq 6. 51-ci sualda Eyler-Venn diaqramında müxtəlif idman dərnəklərinə gedən 8-ci sinif şagirdlərinin sayı verilmişdir. Yalnız bir idman növü ilə məşğul olanların sayı M. Yalnız bir idman növü ilə məşğul olanların sayı M. Yalnız 2 idman növü ilə məşğul olanların sayı N. Yalnız 3 idman növü ilə məşğul olanların sayı hər 3 idman növü ilə məşğul olanların sayı K olarsa ifadəsini tapın. Birinci biz M-i tapaq. M nəyə bərabərdir? Yalnız bir idman növü ilə məşğul olanlar 5, üstəgəl 5, üstəgəl 6. 16 eləyəcək. Sonra N-i tapaq. 2 idman növü ilə məşğul olanlar 3, üstəgəl 4, üstəgəl 5. Olacaq 12. K-nı tapaq. Hər 3 idman növü ilə məşğul olanlar 2. Deməli bizdən istəyir M, üstəgəl N, çıxılsın K. M neçədir? 16. Üstəgəl N neçədir? 12 çıxılsın 2. 28 çıxılsın 2. 26 olacaq. Deməli 52-ci sualda N-in natural ədədi üçün əbobu verilib. Ardıcıl deməli 2n plus 3-dən 2n plus 5. Ardıcıl tək ədədlərdir də bunlar. Bunların əbobu nəyə bərabərdir? 1-ə. Yəni 2n çıx 17 bərabərdir 1-ə. 2n bərabərdir 18-ə. N buradan olacaq 9. Bizdən əko deməli 2n plus 3, 2n plus 5 istəyir. Yəni 2n plus 3 n neçə? 9, 18, 21 və 18-in üstünə 5 gələndə 23 ədədlərin əkobunu istəyir. Heç nə 21-i qarşılıqlı sadə olduğuna görə 21-i vurmaq lazımdır 23-ə. Deməli 460 üstünə 23 483 olacaq. Üçüncü sualda bucağa bərabər 3 alfa çıx 10, bucaq B bərabərdir beta üstəgəl 20. Uyğun tərəfləri perpendikular müxtəlif adlı bucaqlar. Beta və C. B və C uyğun tərəfləri perpendikular olan eyni adlı bucaqlarsa alfanı tapın. Deməli uyğun tərəfləri perpendikular olan müxtəlif adlı bucaqlar. Yəni 3 alfa çıxılsın 10 müxtəlif adlı. Üstəgəl beta üstəgəl 20 bərabərdir 180-ə. Çünki uyğun tərəfləri perpendikuların müxtəlif adlı bucaqlardır. B ilə C. B neçədir? Beta
plus 20. Uyğun bucaqlardırsa deməli C-yə bərabərdir. Yəni 2 beta çıxılsın 15-ə bərabərdir. Tərəfləri uyğun olaraq keçirdək bir tərəfdən digər tərəfə. Beta bərabər olacaq. Deməli 20 üstəgəl 15, yəni 35 olacaq. Alfa bucağını istəyir bizdən. Deməli bu ifadəni bax birinci ifadəmizi sadələşdirək. Necə olacaq? 3 alfa üstəgəl betanı 35 yazaq. Çıxılsın 10, çıxılsın 20 bərabərdir 180 alınır. Burada da 3 alfa bərabərdir 35-dən 30 çıxırıq, qalır 5. 180-dən də 5 çıxırıq, qalır 175. Daha doğrusu burada üstəgəl 20 olacaq. Deməli 55, 45, 45, müsbət 45. 180-dən 45 çıxanda 135 qalacaq. Alfa da bərabərdir 4, 5. Yəni 45 dərəcə olacaq. Deməli uyğun tərəfləri paralel olan düz xəttlər verilib. Bucaq DAE olacaq 2x plus 3y. DAE hansı bucaqdır? 2x plus 3y. Sonra bucaq BCF bu da verib bizə 5x çıxılsın 2y. Sonra AEK 6 AEK'mız sana AEK'mız da verib bizə. Deməli 6x plus y. Bizdən x plus y istəyir. Burada bütün tərəflər bir-birinə paralel olduğuna görə, yəni iti bucaqların hamısı bir-birinə bərabər olacaq, kör bucaqların hamısı bir-birinə bərabər olacaq. Yəni 2x plus 3y bərabərdir 6x plus y-ə. Sadələşdirək. Deməli x-lər bir tərəfə, y-lər bir tərəfə. Alınacaq 2y bərabərdir 4x-a. Buradan y bərabərdir 2x alınacaq. 2x alınacaq. Sonra nə edə bilərik? Deməli 6x kör bucaqlardan birini götürdü. 6x plus y üstəgəl 5x çıx 2y bərabərdir 180-ə. Bir iti ilə körün də cəmi 180 olmalıdır. 11x çıx y bərabərdir 180. Y-in yerinə 2x yazsaq 11x çıxılsın 2x. Bax bu 2x-i gətirib y-in yerinə yazıram. Bərabər olacaq 180-ə. 9x də bərabərdir 180. X çıxır buradan 20 dərəcə. Yəni 20. Bizdən x plus y istəyir. Əgər x-i tapdıqsa y-i də tapa bilirik. 2 vur 20, bu da olacaq 40 olacaq. Deməli x plus y bərabərdir 20 plus 40 bərabərdir 60 olacaq. 55-ci sualda deməli 30 qram 40 faizli məhlul ilə eyni növ 20 qram x faizli məhlul qarşılığında 60 faizli məhlul alınarsa x-i tapın. Əziz şagirdlər, əgər imtahan nəticəniz aşağı olarsa buna pis olmağa ehtiyac yoxdur. Bizim WhatsApp üzərində yaratdığımız ödənişsiz sınaqlar qrupuna qoşularaq çoxlu sınaqlar işləyərək öz nəticənizi yüksəldə bilərsiniz. Bunun üçün rəylər bölməsində qeyd etdiyimiz WhatsApp qrupuna qoşulun və həftəlik sınaqları işləyərək öz nəticənizin necə yüksəldiyini müşahidə edə bilərsiniz. Sualımıza davam edək. 30 qram 40 faizli məhlul olacaq 30 vurulsun %40. Sıfırlar gedir. 12 qram duz var və ya şəkər var. 20 qram x faizli. Yəni 20 vurulsun %x. 20 ilə geçsin 1 qalacaq 5 qalacaq. Yəni olacaq 0,2x qram. Sonra qarışdırıldıqda 60% məhlul alınır. Gəl qarışdıraq.
Qarışdıranda bizim nə qədər duzumuz olacaq? Duz, şəkər və ya spirt. 12 üstə gəl 0.2x bölək ümumi məhlullarımızın cəminə. Yəni 30 plus 20 vurulsun 100 bərabərdir 60. Burada da 12 plus 0.2x bölünsün 50 vurulsun 100 bərabərdir 60. 100-də 50 ixtisar gedir, 2 qalır. Lap burada 2 ilə 60-ı da ixtisar apara bilərik. 1 qalar, 30 qalar. Yəni 12 plus 0.2x bərabərdir 30. Burada da 0.2x bərabərdir 18 qalır. X bərabərdir 18 bölünsün 0.2. Bu da 180 bölünsün 2 alınacaq. Olacaq 90.